Salam əziz şagirdlər, hər birinizi Aziza Online Akademi kanalında xoş gördük. Bugündən inşallah kanalımıza dərs videoları paylaşılacaqdır. Sadəcə sizlərdən kiçik bir xahişimiz var. Kanal yeni olduğu üçün dəstəyə də ehtiyac var. Bunun üçün də sadəcə kanala abunə olub, videonu bəyənib, paylaşıb və həmçinin öz qiymətli fikirlərinizi rəy bölümündə yaza bilərsiniz. Bizim bugünkü videomuz 2025-ci il tarixində 29 iyun OTK sınavının 11 siniflər üçün keçirildiyi fizika sualların izahlarına baxacaq və indi isə suallara baxaq görək nə cür suallar sınavda keçirilmişdir. Deməli, 31-ci sualda eyni materialdan hazırlanmış nümunələrin sərtlikləri arasında hansı münasibət doğrudur? Ümumiyyətlə, eyni sərtlikdən, eyni materialdan söhbət gedərsə, demək ki, bizim burada Yung modulumuz sabitdir. Yəni, eyni bir materialdır, amma sərtlikləri deyir müqayisə edəcək. Sərtliklər nədir? Biz bilirik ki, yayın sərtliyi və yaxud da hər hansı bir materialın sərtliyi nədir? K bərabərdir, S-yə bölünsün L0-dan ibarətdir. Gördüyümüz kimi yayın sərtliyi sahə ilə düzdür, ancaq ki, həmin bax bu məftilin uzunluğu ilə tərs asılı olacaqdır. İndi bunu bilməmizdə biraz çətinlik ola bilər. Nə əsasən deyirəm? Bax, birinci məftilin uzunluğu, ikinci məftilin uzunluğu və üçüncü məftilin uzunluğu. İstəyirsə gəlin belə eləyək. Bura 1 deyirsə, indi L1 deyirəm. Tutaq ki, buranı götürdüm bir L0. İndi L2-yə baxıram. L2 nədir? L1-in hündürlüyü bu boydadır. L2-nin hündürlüyü 1-dən kiçikdir. Elə bil 1 L0 deyilmi? 1-dən kiçik. Təxminən bunu 0.7 L0 götürə bilərikmi? Təxminən də indi gözə yarı götürdüm. Amma bu üçüncüyə baxdıqda L3. Bu isə elə bil ki 1-in yarısıdır. Yəni 0.5 L0 şəklində götürdük. Bax bu hissələr aydın. İndi isə keçək sahə. Birincinin sahəsini S deyək, ikincinin sahəsini 2S deyək, üçüncüyə də fikir versəniz elə bil sanki 3 dəfə böyükdür də digərinin 3S olacaqdır. Və indi gəl bunları belə rahat şəkildə müqayisə edə bilək. Misal üçün, birinci yayın sərtliyini tapıramsa, ayaqlarına da bir sənə birlər atıram, indekslərini. Gördüyümüz kimi burada demək həm sahə, həm də uzunluq elə sadəcə özündən ibarətdir. Yəni S və L0-dan. Onda buna deyək ki, 1K. Belə 1K ilə əvəz edək. İndi ikinciyə baxıram. İkinciyə baxsaq isə, deməli, ikincidə S nə qədərdir? 2S-dir. Buraya 2S yazıram. Y yung modulu eynidir və ikincinin uzunluğu nə qədərdir? 0,7 L0-dır. İndi bax, biz bu S-yə bölünsün L0 ifadəsini 1K demişik. Bunu yazaq bir kənara. İndi isə buradan elə bil ki, 2-ni 0,7-yə bölək. Yəni gözə yarı götürmüşəm də bu rəqəmləri. Belə daha dəqiq şəkildə bunu tapmaq olar. Qiymət verərək özümüzdən də bir qiymət verir. Təxminən 2,87 falan gəlir, belə çıxır. Bu K2-miz olacaqdır. İndi K3-ə baxıram. Yenə K3-ümüzdə buradakı sərtlik nə qədərdir? 3S-dir. Bunu 3S götürdük, elə qəbul etdik. Amma uzunluq nə qədərdir? 0,5 L0-dır. Bunu da yerinə qoyaq 0,5 L0 və buradan Y-si də qaldı. Hə, deməli, yenə S-yə böl L0-ı 1K ilə əvəz etdik. Bura K yazır. 3-ü də 0,5-ə böləndə bu da gəldi, elədi 6K. Demək, indi aydın görünür ki, buradan üçüncü sərtliyi daha böyükdür. Sonra ikinci, sonra isə birinci olacaqdır. Yəni 3 böyük 2, o da böyük 1 olur. Gedir sualımızın cavabı burada D variantına. İkinci sualımıza baxaq, daha doğrusu 32-ci sualımıza baxaq. Diaqramda verilmiş kütləli ideal qaz halının dəyişməsinin 4 prosesi təsvir olunur. Hansı prosesdə qazın gördüyü iş ən böyükdür? Ümumiyyətlə, PV koordinat sistemində də mövzu izahında demişdik ki, iş fiqurun sahəsinə bərabər olacaqdır. İş fiqurun sahəsinə bərabər olacaq. İndi birinci hissəyə baxın. Birincidə fiqurun sahəsi bu qədərdir. Bax, fikir versəniz buna. Birincidə fiqurun sahəsi bu qədərdir. Sonra ikincidə fiqurun sahəsi, bax, bu hissəni yazaq, bax, görürük bu qədərdir və daha sonra isə üçüncüdə fiqurun sahəsi bu qədərdir. Amma dördüncüdə isə bu hansı rənglə göstərək ki, buradan aydın başqa bir rəngə keçirdək bunu. Dördüncü isə bu qədərdir. Yəni, buradan artıq aydın görünür ki, dördüncünü də bu rənglə göstərək. Buradan artıq aydın görünür ki, ən böyük sahə hardadır? 1-dədir. Ona görə də demək ki, burada iş daha böyük olmuş olacaq. Sahə nə qədər böyükdürsə, iş də orada daha böyük olacaq. Bu da hara düşür? D1-ə düşür. 1 də gedəcəkdir onda D variantına. Növbəti sual, 33-cü sual. Maddi nöqtə 15 metr saniyə verilənləri yazırıq. V bərabərdir 15 metr bölünsün saniyədir və çeviri üzrə bərabər sürətlə hərəkət edir. Periodun yarısına bərabər müddətdə onun bir dəyişməyə görə orta sürətini tapın.
Periodun yarısı nə deməkdir? Yəni T bölünsün 2 deməkdir. Müddət. Müddət də zaman deməkdir. Yəni zaman bərabərdir. Period bölünsün 2-dir. Deyir, bunun yerdəşməyə görə orta sürətini tapın. Yerdəşməyə görə orta sürətini tap deyirsəm, onda biz bilirik ki, orta sürətimizin düsturu nədir? Yerdəşmə bölünsün zamandır. Digər yandan da indi zaman 2də 1 anı varsa, biz buradan bu zaman 2də 1 anına görə yerdəyişməni və uzunluğu tapa bilərik. Çevrədən olan uzunluğu. Ona görə də maddi nöqtənin sürəti üçün yazıram ki, L bölünsün T-dən ibarətdir. Mövzu sahəsində bunun vermişdim düstur çıxarışını. V ortanın V-yə nisbətini yazanda, onda T-lər x-lər olacaq. Sadəcə S-in də elə nisbəti qalacaqdır. Başqa sözlə istəyirsiniz bunu da gəl yazaq. V ortanın V-yə nisbətini yazsam, V ortanın payına S bölünsün T düşür. V isə L bölünsün T'dir. T'lər oradan ixtisar olunur. Eyni zamanlarda qalır yerdəyişmə, bölünsün uzunluq. İndi buradan nə qalır sadəcə tapmaq? V ortanı tapacağam. V orta isə bərabərdir. Demək bu hissəyə çarpaz vurulur. SV-yə çarpaz vurulacaqdır. Olur SV. Məxrəci isə uzunluq düşür. Bəs hanı bizim yerdəyişməmiz, uzunluğumuz? Bir dənə də gəlin onu da tapaq buradan. Deməli, bilirdik ki, zaman 2də 1 period olduqda yer dəyişməmiz 2 r-ə bərabərdir. Ona görə yer dəyişmənin yerinə 2 r yazıram. Sürət qalsın hələ ki yerində. Bir də zamanın 2də 1 anında çevrənin uzunluğu dedik nə cür tapılırdı? L bərabər idi 2 pi r. Bütöv çevrənin uzunluğu 2 pi r idi. Sadəcə burada nə qədər hissə gedibdir? 2də 1 də elə bil bu. Vuracam bunu 2də 1-ə və 2-lər ixtisar olunacaq, qalacaq pi r. Ona görə də uzunluğun da yerinə elə sadəcə bir pi r yerləşdirəcəm. Belə. Buradan da demək bizim r-lər ixtisar olunacaq, qalır 2v bölünsün p, pi. V-ni verib bizə 15, pi isə 3-dür. 15 ilə 3 ixtisar getdi və 2-ni də 5-ə vuranda bu da eləcək 10. Sualın cavabı burada B variantına gedir. Növbəti 34-cü sualımız. Huqqanın doğruluğu hansı cihazlarla yoxlamaq olar? Huqqanını bilirdik ki, elastik bərabərdir K. Ya X yaza bilərəm, ya da ki, K delta L yaza bilərəm. Onsuz X ilə delta L deməkdir. Yəni mütləq uzanmadır. Deməli, qüvvəni ölçən cihaz nədir? Dinamometr. X nədir? Uzunluq, xəttkeş, ölçü lenti bunları götürə bilərək. Yəni dinamometrlə xəttkeş 3 və 5 olaraq sualın cavabı D variantına gedir. Növbəti sualımız düz xətt üzrə hərəkət edən cismin koordinatını, yəni x-in zaman, yəni t-dən asılı qrafiki verilmişdir. Müşahidə başlanan andan keçən 6 saniyə ərzində cismin yola görə orta sürətini tapın. Yola görə orta sürət deyirsə, onda L bölünsün t-dən ibarətdir. Hansı zaman anı üçün? 6 saniyə üçün. Demək, buradan zamanın yerinə 6 saniyəmizi yerləşdirəcəm. İndi qalır bir dənə uzunluğu tapmaq. Bəs uzunluq nə idi? Uzunluq deyirdi ki, trayektoriyanın uzunluğuna deyilmiş olacaqdır. Bax, buradan cisim yola çıxıb, bax bu cür şəkildə bu trayektoriya hərəkət edib zaman 6 saniyəsi artıq bu dayanıbdır. İndi isə başlayaq bunun uzunluğu tapmağa. İlk öncə bax buradan bura kimi gəldi. Bu aralığımıza fikir versək, x tərəfə baxdı. Yəni orada metr olan hissəyə fokuslanacaqsan sən. Yəni bax bu xəttə fokuslanacaqsan. Çünki bura məsafədir. Hər dəfə məsafə qət etdikcə biz o rəqəmləri üzərinə gələcəyik. Ancaq yol mənfi ola bilmədiyindən -8 yox, onu -8 kimi götürəcək. Yəni buradan görürük ki, nə qədərdir? -8-dən 0-a gəlib, yəni 8 metr qət edib. Sonra qalxaq yuxarı. İndi isə bax bu yaşıl aralığı götür köçür bura. Burada nə qədər elədi? Hardan hara kimi gəldi? 0-dan 16-ya qədər dırmaşdı gəldi. Onun üstünə bir dənə 16-mızı gələcək buradan. Daha sonra isə buradan bu yana doğru düşdü. Bu aralıq da bax bu aralığa düşəcəkdir. Yəni 16 ilə onun fərqi isə 6 metrdir. Və üzərinə də bir dənə 6 metr gəldik. İndi sadələşdirək buradan. 16 üstünə 6 gəldi 22, 22-nin üstünə 8 gəldi, bu da elədi 30. Və uzunluq elədi 30. Dedi, yola görə orta sürət tap, yəni 30-u da 6-ya böləndə sualın cavabı oldu 5 metr saniyə. 5 metr saniyə və bu da olacaqdır B variantı. 36-cı sual. Hansı şüalanma elektron pozitron silindən ibarətdir? Bu beta çevrilmədir. Beta çevrilmənin bilirik ki, 2 növü var. Deməli, beta çevrilmənin əgər beta mənfidirsə, bu elektrondur. Elektron mənfi bir sıfırdır. Yox, beta müsbət çevrilmədirsə, onda bu isə pozitron olacaqdır. Pozitron müsbət bir sıfır. Pozitron elektronun əksidir. Başqa sözlə ona antonimdə deyə bilərik. Yalnız yəni nə? Beta şüalanma olur. Yalnız beta da ikincidir. Ümumiyyətlə, alfa bilir ki, helium 2-4-dən ibarətdir. Qamma isə yükü də kütləsi ədəddə sıfıra bərabər olacaqdır. Növbəti sual.
10 bölünsün, yox, saniyə bölünsün 10 hansı ifadə təyin olunmuş olacaqdır? Bunu 2 yolla həll edəcəm. Həm vahid yolu ilə, həm də ki, fizik əməd yolu ilə. Bax, belə götürək. Saniyə nədir? Zamandır. Bunu zamana çevirdim. Ohm nədir? Müqavimətdir. T dursun yerində. Ohmun yerinə nə yazmaq olar? U bölünsün I. I qalxacaq yuxarı. I-ni T-yə vuranda bizə nə verir? Yükü verir. Q bu da U-dur. Q-nu U-ya böləndə nədir? S-dir. Yəni bu da nədir? Tutumdur, faraddır da. Belə deyək. Tutum, yəni B variantına gedəcək. İndi bunu vahid yolla həll edək. Saniyə bölünsün ohmdur. Belə yazıram. Saniyə dursun yerində. 1 ohmun açılışı volt bölünsün amperdir. Amper qalxır yuxarı. Amperi də saniyə vuranda bu da bizə kulonu verəcəkdir. Kulon bölünsün də volt yenə 1 faradın açılışıdır. Yəni sualın cavabı B variantına gedir. Sual 38. İdeal rəqs konturunda sararıcı maqnit sahəsinin enerjisinin zamanın asılı qrafiki verilir. Zamanın altıda bir periyodunun zamanı anında kondensatorun elektrik sahəsinin enerjisini hesablayın. Demək, mənə deyir ki, zaman altıda bir periyod olanda elektrik sahəsinin enerjisi nəyə bərabər olacaqdır? Və bir də buradan maqnit sahəsinin enerjisinin zamanın asılı qrafiki verilir. Ümumiyyətlə, burada maqnit sahəsinin enerjisi olmağına baxmayaraq, burada 12 millijoule bu tam enerji. Nəyə görə? Çünki bax demişdik ki, həm qabarıq, həm də çökük olan hissələrdə bizim tam enerjimiz həmişə pik nöqtələr olacaqdır. Yəni burada bizim tam enerjimiz 12 millijouldur. Bunun yerinə yazıram ki, 12 millijoule. Önündə də milli var idi, bu da millijoule şəklində yazacağam. Amma müəyyən hissələr olsaydı burada da, yəni bax bu hissə artıq bizim olacaqdır maqnit sahəsi enerjisi. Yəni bir sözlə həmişə lap pik nöqtələr, lap yuxarı nöqtələrdəki qiymətlər tam enerji olacaqdır və demişdik ki, müəyyən zaman alına görə elektrik sahəmizin enerjisi nəyə bərabər olacaq? Tam enerjimiz vurulurdu kosinus kvadratı omega t-yə. Omeqanın yerinə gətirib 2 pi bölünsün t yaza bilərik. Bunu biz çevrədən də bilirdik. 2 pi bölünsün period. Digər yandan da zamanımız var. Zamanı da yerinə deyə burada verdiyi zamanı 6da bir periodumuzu yerləşdirə bilərik. Elə zamanı da yerinə buradan yerindəcə yazaq ki, bu da 6da bir perioddur. 6da bir t'dir. Və buradan da period ilə period ixtisar olunur. Qalır bu şəkildə. Sonra 2-ni də 6-ya böləndə məxrəcə qalacaq 3. Bu da oldu məxrəcdə 3. Pi isə bilirik ki, 180 dərəcədir. Pinin də yerinə 180 yazsaq, 180-i də 3-ə böləndə bu da elədi 60 dərəcə. Belə. İndi biz də bilirik ki, kosinus 60 dərəcə neçəyə bərabərdir? 2də 1. Amma burada görürsünüz nədir? Kosinusun kvadratıdır. Yəni deməli bu 2də 1-in bizə kvadratı olacaq. 2də 1-in də kvadratı bu da olacaqdır 4də 1. Bunu da yerinə yazdıq. 4də 1. İndi vəssalam, tam enerjimiz nə oldu? Vurulsun 4də 1 oldu. Veriləni yerinə qoyaq. Tam enerjimiz də dedik ki, pik nöqtədə olan qiymət 12 millijouldur. Tamın yerinə 12, vurulsun 4. 12-ni də 4-ə böləndə 3 millijoule sualımızın cavabı olacaqdır. Sualın cavabı A variantına gedir. Növbəti sualımız 39. Lövhənin O mərkəzə nəzərən momenti sıfıra bərabər olan qüvvə momentini təyin edin. Əgərlərim istəyirəm ki, mənim momentim sıfıra bərabərdirsə, demək ki, o zaman qüvvənin uzantısı tam mərkəzdən keçəcəkdir. Həmin O nöqtəsindən yəni keçmiş olacaq. Bax, bura fikir versəz, bu tam bu cür şəkildə keçdi, getdi. Demək ki, burada F2 moment sıfıra bərabər olacaq. F2 olan hissədə, yəni B variantı. Digərlərinə baxsaq, buraları silək. Bax, F5-ə baxıram, tutaq ki, F5-imiz belədir, düzdürmü? Bax, bu cür şəkil. İndi O-dan da bura bir dənə uzatdın. Arada bucaq nə qədər? Yəni 90 dərəcədir. Yəni bax, 90 dərəcə qüvvə momentimiz var. Müəyyən bucaqda da qüvvə momenti var. Sonra F4-ə baxıram. F4-ün qüvvə xəttini uzatdım, gəldik, çıxdıq bura. Yenə burada da bizim qüvvə momentimiz var. F1-ə baxdıq. Buradan bura uzatdıq. Yenə 90 dərəcə. Yəni beləliklə hər hissəsinin hər tərəfində bütün qüvvələr də var. Bir dənə qaldı F3-ə baxaq. F3-ü də gətirdim bura O-ya doğru gətirsə, buradan da baraltı 90 dərəcə. Yəni bir sözlə bunların hər birində qüvvə momenti var. Yalnız mərkəzdən keçəndə, yəni O nöqtəsindən keçəndə artıq burada moment sıfıra bərabər olacaq. Bu yalnız irəliləmə hərəkəti olacaqdır da, fırlanma hərəkəti olmayacaq. İrəliləmə hərəkəti, fırlanma hərəkətləri arasındakı gərək bucaq 90 dərəcə olmuş olsun. Sualın cavabı B variantına getdim. 40-cı sual. Hüceys maqnit sahələrində iki proton eyni sürətlə hərəkət edir. Bu sahələrin indeks və vektorlar arasında hansı müqayisə doğru olacaqdır? İlk öncə ipucuya baxırıq. Eyni sürət nə deməkdir? Yəni birinci ilə ikinci, bax bunların birincisi ilə ikincisinin sürətləri bir-birinə bərabər.
Ümumiyyətlə, eyni olan fiziki əmrlər düstur tapanda o hərflər mütləq düsturun içində öz əksini tapmalıdır. Sonra, burada isə indi deyir ki, B-ləri müqayisə elə. Biz də bilirik ki, burdan proton deyir. Proton nədir? Yüklü zərrəcikdir də. Yəni hər birində eyni protondur. Ona görə yüklü zərrəciyimizin radius düsturu R bərabərdir NB bölünsün QB-dən ibarətdir. Buradan görürəm ki, B-ni soruşur, eləmi? B-ni tapıram. Sonra B ilə E yerlərini dəyişəcəklər. 1-lə B ilə R-in yerini dəyişək. Bir-birinin tərs asıdır. Bura B düşür. Burada R düşür. Bir də məxrəcdə yük var idi, o silindi. İndi başlayaq buradan sadələşdirməyə. Daha doğrusu müqayisə edək. B ilə R tərs asılı olduğu üçün tutaq ki, yazıram ki, B2-nin B1-ə nisbəti radiusdan tərs olduğuna görə onda indekslərin yeri dəyişəcək. R1-in R2-yə olan nisbəti olacaqdır. Bu bizə verilən birincidir, bu isə ikinci şəkildir. Birinci şəkildə görürük ki, radiusumuz 3 yerdir. Birincinin yerinə radiusun yerinə 3 yer qoyuram. İkinci şəkildə isə radiusumuz 1 yerdən ibarətdir. Buradan yerlər ixtisar olunur. Bu nisbət 3-ə bərabər olacaqdır. Elə buradan bunu birbaşa yazaq ki, bu 3-dür. Buradan da B2-ni tapanda B2 də olur. Nə? 3B1-ə vurulacaq. B2 oldu 3B1 və 40-cı sual D variantına gedir. 41-ci sualımıza baxaq. Açar açıq olduqda ampermetrin göstərişi, demək, ampermetrimizin göstərişi 3A olarsa, açarı qapadıqda neçə A olacaqdır? İlk öncə biz burada onda açarın açıq halına baxaq. Bu əgərlərin birinci halımız açıq haldır. Baxıram bax. Mənim ampermetrim burada ancaq bu erə cavab gətirir. Bunu belə yadda saxlayaq. Əgər ampermetr müəyyən bir tərəfdən gələrdisə, onda bu dövrəmiz açıq bağlı olanda bu ampermetr təsir etmiş olacaq. Amma yenə də gəlin bir baxaq. Bax, bura dedik ki, açıqdır da bu hissə. Cərəyan deyək ki, buradan gəldi, müsbətdən yola çıxdı, mənfiyə həmişə gedir də cərəyan. Deyək ki, buradan gəldi, yuxarı açıq olduğu üçün oradan keçməyəcəkdir. Bax, buradan keçdi, getdi. Birinci halımızda bizim ampermetrimiz elə yalnız bir yerdən gəldi, keçdi, getdi, bir yer. Elə ümumi də bunun müqaviməti olduğu bir yerdən ibarətdir. İndi isə ikinci halımıza baxıram. İkinci halımız isə qapıyıq, bağlayaq. Bunu buradan silək. Və bu halımız üçün cərəyan işlətimizi bizə elə sadəcə U bölünsün R ifadəsini birinci açıq halında, yəni 3 amperi veribdir. İndi qapalı hala baxıram. Gətirəm artıq bu açarımızı buradan bağlayaq. Açar buradan deyək ki, bağlandı. İndi cərəyan deyək ki, müsbətdən yola çıxdı. Cərəyan həm buradan keçdi, getdi, həm də yuxarıdan keçib getmiş olacaqdır. Amma bir əmması var ki, burada yenə ampermetr yenə bir yerin üstündən keçdi. Məndən ancaq buradakı ampermetri soruşursa, buradakı ampermetr yalnız bir erə cavab gətirir. Yəni bu ampermetr ancaq bir erin üstündən keçdi, getdi. Yəni bizim burada cərəyan işlətimiz yenə də heç dəyişmədir ki. Yəni I bərabər oldu, yenə də U bölünsün R-dən ibarətdir. İkinci vəziyyətimizə görə. Yəni U böl R-dir, bu da eləyəcək 3 amper. Amma ümumi buradakı müqavimətimiz nə qədər olur? D 2 R-lə elə bil 3 eri paralel şəkildə tapacağıq da. Bunlar belə olurdu. Elə bil 2 R vurulsun R, bölünsün məxrəc də bunların cəmi 3-də 2 R eləyəcəkdir. Amma bu mənə ümumi desəydi, gərək ki, onda mənim ampermetrim burada dura bilərdi, burada dura bilərdi. Yəni ardıcıl şəkildə olardı da. Yəni belə o paralelin içində olmazdı müqavimət cərəyan işləti. Ona görə yalnız buradakı ampermetrimiz elə ancaq bir yeri ölçürdü. Hər iki durumda da bu belə bir yerin üstündən keçdiyinə görə dəyişmir. Dəyişən yalnız heç nə olmur. Buna görə elə eyni 3 amperdən sualın cavabı olacaqdır. 42-ci sualımız. Qapalı qabdakı buxarın sıxlığının temperaturdan asılı qrafiki verilmişdir. Hansı hissələrdə təzyiq üçün bu ifadələr doğru olmuş olacaqdır? Ümumiyyətlə, belə qrafiklərdə demişdik ki, həmişə ilk gələn hissə doyan buxar olacaq. Buraya yazıram doyan buxar. Növbəti hissə isə aralıq, B-si aralığımız da doymayan buxardan ibarətdir. İndi gəlin bu hissəni analiz edək ki, nəyə görə sıxlıq temperaturla bax belə kvadratik şəkildə asılıdır. Ancaq mavi olan hissəyə baxıram. Bunun belə olması üçün həmçinin bir yanında qapalı qab deyir də. Qapalı qab bilirik ki, həcmin sabit olmağıdır. İndi biz AB aralığına baxırıq. Hər bir aralıqda ümumiyyətlə həcm sabit olacaqdır. Yəni qapalı qab V-nin konstant olmağı deməkdir. Doyan buxar üçün, bax birinci doyan buxarda, doyan buxar üçün əgər bizim demişdik ki, V-miz konstant olardısa, həm təzyiqi, həm sıxlığı, həm konsentrasiyası bunların hər biri temperaturdan bax belə kvadratik şəkildə gəlib asılı olacaqdır. Belə asılı halda oldu. İndi biz nə görürük ki, ox yuxarı doğru gedirsə, deməli bunun təzyiqi
Neyinir burada? Təzyiqi də, sıxlığı da, konsentrasiyası hamısı temperaturla kvadrat şəkildə asılı olduğu üçün hamısı avtomatik bunlar artır. Üzə kvadrata qədər artır. Yəni biz tapırıq ki, bunun AB hissəsinə təzyiq artacaqdır. Yəni təzyiqi baxacaq da AB ilə BC hissəsi. İndi isə BC aralığına baxıram. BC aralığımızsa dedik nədir? İstəsə bu hissəni silək, biraz daha da rahat görə bilək. BC hissəmiz artıq doymayan buxardır. Doymayan buxarda görürük ki, rho sabitdir. Onsuz da yenə deyirəm, qapalı qabda V konstantdır. Yaxşı, V konstantdır. Deməli, rho-su konsentrasiyası doymayan buxardır. İdeal qaz qanunu bunlar tabe edirlər. Yəni doymayan buxar ideal qaz qanunu tabe edir. Onda isə biz bunu belə götürəcəyik. Artıq təzyiq ilə temperaturun asılılığına baxacağam. Deməli, Klaperon təlimimizin də düsturunu yazsaq, PV bərabərdir mu RT-dir. Buradan həcm sabitdir. Bundan işimiz yox, onsuz da bu dəyişmir. Amma təzyiqlə temperatura baxanda təzyiq temperaturuna düz asılıdır. Onda deməli bunların asılılıq qrafiki bax bu şəkildə olacaqdır. Və bu xətti götür köçür temperatur xəttinin üstünə. Görürsənmi? Sıfırdan uzaqlaşdı. Demək ki, sənin temperaturun artır. Temperaturun da artırsa, o zaman bizim bu oxumuz bax üzü belə yuxarıya doğru qoyuldu. Deməli burada nə oldu? Təzyiqimiz də gəlib bizim bu hissədə artacaq. Yəni hər iki halda təzyiq gəldi artdı. Birinci hissədə də, ikinci hissədə də təzyiq artacaqdır. Artar və sualın cavabı burada D variantına gedir. Növbəti sualımıza baxaq. Bu sualımızda bir cins maqnit sahəsində induksiya xəttlərinə perpendikulyar istiqamətdə irələmə hərəkəti edən naqil üçganda yaranan YHG-nin zamanın asılı qrafiki verilir. İndi deyir ki, bunun sürətin zamanın asılı qrafikini bu. İlk öncə bir dənə belə sadə bir vəziyyət deyim sizə. Elektrik hərəkət qüvvənin başına hansı qrafik gəlirsə, sürətin də başına həmin qrafikdən gələcək. Bu necədirsə, sürət qrafikimizi elədir. Amma bunu isbat yoluna baxanda deyir, bax bir cins, yəni V konstantdır. Elektrik hərəkət qüvvəmizin düsturu B, V, L-dən ibarətdir. Amma belə olanda YHG zamanın asılı deyil. Amma V-nin yerinə götürüb AT qoysaq, onda düstur olur batıl. Və buradan da görürəm ki, elektrik hərəkət qüvvə üşü zamandan düz asılı olacaqdır. Deməli, bu zamanla belə düz asılı olursa, bax bu xəttimiz nəyə sabit olmağını bilir? A-nın konstant olmağını bilir. A da konstantdırsa, bu deməli bərabər təcili hərəkət olacaqdır. Bərabər təcili hərəkətdir. Onda bizim buradan sürətimizin də qrafiki V-nin T-dən asılı qrafikimiz elə bax belə düz xətt şəkildə asılı olacaq. Axı bu yeniləşən qrafikdir. Bərabər yeniləşən hərəkətdir. Bərabər təcili hərəkətin növü olacaqdır. İndi baxaq, buna uyğun cavabımız hardadır? Burada C variantında olacaqdır. Növbəti sualımıza baxaq. Bu sualımızda isə deyir ki, bu hansı fiziki kəmiyyətin vahidi ilə təyin oluna bilər? Bu sual niyə qaçır o tərəfə? Bir dənə tutaq bu sualımızı, izahını verək. Aha. Deməli, bunu buradan bilək ki, silək, bu hissədir. Biz bilirik ki, M nədən ibarətdir? K2-dən ibarətdir. Ona görə M-in yerinə gətirib buradan K2 qoysam, bu da enerjimizə vursun K elektrokimyəvi ekvivalentdə K-lar aradan çıxır gedir. Qalır W bölünsün yük. Digər yana W nədir? Q-udur da elə. Buradan Q-lar eksan olunub qaldı U. U da nədir? Gərginlikdir. Elektrik gərginliyi. Görsəz gərginlik cavabı yoxdur. Bilin ki, onda potensiallar fərqi də ola bilər. Yəni belə. Sonra 45-ci sual. Yer səthindən şaqlı yuxarı atılan 65 kiloqram, yəni yazıraq buradan verilənləri yavaş-yavaş M5 kiloqramdan ibarətdir. Cismin koordinatını, yəni Y-in zamanın asılı qrafiki verilmişdir. Bu cismin tam mexaniki enerjisinin qiyməti nəyə bərabər olacaqdır? Tam mexaniki enerjimiz bizdən axtarılırsa, onda birinci biz bu hissəyə fokuslanaq. Bax, nə görəm buradan bu bir top təsəvvür edin. Biz bir topumuzu üzü yuxarıya doğru atırıqsa, getdikcə bu nə olur? Yavaşıyır da, yuxarıya doğru getdikcə axı bunun sürəti qurtarır. Nəhayət gəlib pik nöqtəyə çatır, bunun sürəti qurtarır, sıfır olur. Sonra bu sürət qurtarışı yerə qayıtmalı olmalıdır. Bax, bu ortadakı vəziyyət fakt bunun sürətin burada sıfır olduğu hal, onun H maksimum halıdır. Yəni ondan da pik nöqtə yoxdur. Bunun üçün də mənə lazımdır pik nöqtəmin hündürlüyünü tapalım. Çünki bu pik nöqtədəki hündürlük elə bizim tam enerjimizdir. Biz bilirik ki, tam enerji nədir? M, J, H, 2H maksimum olacaq. Bunun üçün H maksimumu tapmaq lazımdır. Amma H maksimumumuzu tapmaq üçün bilirdik ki, sürətlə əlaqəli, zamanla əlaqəli düstur var. İndi baxaq görə hansını istifadə edəcək. Burada bizim T qalxmamızdır. Ona görə bizə ancaq bu hissə verildiyindən bu görürük ki, ümumiyyətlə yavaşın hərəkətdir. Yavaşın hərəkət olduğu üçün H-ın düsturunu yazar. Əslində H bərabər V0T plus ŞT kvadrat bölünsün 2-dir. Amma bizim burada
yavaşdan olduğu üçün bura bir minus atacağım. Deməli, h-ın qiyməti nə qədərdir? H-ın yerinə 160 yazıram. Bərabər V0 axtarışdadır. Buradan bura kimi qalxdığı bu 160 metr hündürlüyə görə zaman burada 4-dür. Ona görə vurulsun 4. J10 bölünsün 2. Bir də zaman 4-dürsə, 4-ün də kvadratı belə elədi 16. İndi sadələşdirirəm. Demək, 16-nı 2-yə böldük 8. 8-i 10-a vurduq, bu elədi 80. Bura 80 yazaq. Sonra buradan da 160-dan çıxanda -80 artıq bunlar toplanır. Eləcəkdir 240. Bu da bərabər 4V0-a. Buradan da biz başlıq sürətimizi tapanda 240-ı 4-ə böləndə bu da elədi 60 metr saniyə. Belə. İndi əlimdə daha mənim başlanğıc sürətim var deyə, o zaman h maksimumu tapmağa nə var ki? H maksimum bərabərdir V0-ın kvadratı bölünsün 2 şeydir. Əgər sürət verilsəydi, zaman olmasaydı, onda zaman tapıb yazardım h maksimum bərabər j-t kvadrat bölü 2. Yəni hansı fiziki əməd varsa məlum, ona uyğun düstur yazılmalıdır. Başlıq sürətim 60-dır. 60-ın da kvadratı 3600. J'miz də 10-dur. Sıfırlar gedir. 360-ı 2-yə böldükdə bu da eləcəkdir 180 metr. Yerinə 180 metr yazdıq və indi gətirək buradan istifadə edək. Tam enerji bərabərdir. Verilən kütləmiz bizim 5 kiloqram, J'miz 10, H maksimumumuz da 180-dir. Və buradan da biz bunları bir-birinə vurduqda, deməli 18-i buradan 5-ə vuraq. Elədə bu 90, 18-ə bir 5-ə vurduq, belə də 90. Yanında da sıfırları var. 1 0 2 0 oldu 3 dənə 0. 3 dənə də 0 kilo deməkdir. Yəni 1000 deməkdir. 9 kilojoule sualımızın cavabı olacaqdır. Yəni bu getdi C variantına. 46-cı sualımız. Emin cərəyanın naqiliyinə induksiyası B2 olan bir cism maqnit tərəfindən təsir edən amper qüvvəsi F olarsa, induksiyası B1 olan bir cism maqnit tərəfindən təsir edən qüvvə nəyə bərabər olmuş olacaqdır? Bilirik ki, amper qüvvəmizin düsturu nədən ibarətdir? F amperimiz bərabərdir. B, I, L sinus alfadan ibarətdir. Və bu isə bizim MN naqilimizdir. Naqilimiz bax bu cür belki sağa doğru hərəkət edir. İndi B1-i görürəm. Mən belə çəpin olan hissələrimizi həmişə proyeks ayırmalıyam. Hələ ki, gəlin bu hissələrimizi silək, bunları görməzdən gələrəm. Bax, mən bu B1-i proyeks ayırıram. Proyeks ayırmaq nədir? Bunun bir Y olmalıdır, bir dənə də bunun X olmalıdır. Buna B1 Y yazıram. Buna isə B1 X yazıram belə. Gördüyümüz kimi bu hissə cərəyanla eyni istiqamətdə olduğundan, bax bunun bu hissəsindəki F amperi sıfıra bərabər olacaqdır. Buna görə mənə üfüqi olan hissə maraqlı deyil. Yalnız bu hissə maraqlıdır. Bax, bu hissəmizi yaşlı rəqəmlə göstərək. Budur. Deməli, burada nə qədər hündürlük var? Qoy ona hündürlüyü hər damaya misal üçün elə bunu əvəz edək də bir dama, bunu o qədər yazmışam ki, təyin edə bilmədim nə qədər oldu. Buradan belə gəldi. Hə. 1 dama, 2 dama, 3 dama, 4 dama, 5 dama, 6 dama. 6 damadır. Hə. Bunu yazdıq belə. Bunları bizə birincini bir F-lə əvəz ediblər. İndi ikinci F amperə baxıram. İkinci F amperimizdə bunu buradan silirəm. İndi B2-yə baxıram. Bunu da yenə buradan proyeks ayıraq. Digər B1-i buradan silək ki, belə şaşdırıcı görməsin. Yenə bunu proyeks ayırsaq, biz belə gəlib bu belə düşəcəkdir. Və bu hissəsi bu cür şəklə düşəcək. Yenə dediyim kimi, üfüqi olan hissələrdə, yəni bax ikisində də üfüqi dedikdə, yəni həm cərəyan, həm də ki, B induksiya vektoru bunlar üst-üstə düşdükdə B ilə I arasındakı qalan bucaq 0 dərəcə olduğundan, sinus da 0 dərəcə 0 olduğundan bu hissədə yenə F amperimiz bizim 0 olacaqdır. Ona görə bu hissəyə yox, ancaq bu hissəyə baxılacaqdır. Bu da gördüyümüz kimi bayaqki ilə eynən B induksiya vektoru da eyni olduğundan, ona görə buna da elə yazılacaq B, I, L, daha sinus alfaları burada 90 dərəcədir deyə də bu belə qalır bu cür şəkildə. B, I, L hər ikisi eyni olur. B-ləri də eyni, I-ləri də eyni, uzunluqları da artıq eyni olur, eyni hündürlüklər olur da. Buna görə bu da elə bir dənə yalnız F-dən ibarət olacaqdır. Buna oxşar sual var idi topluda, amma orada böyüyün kiçiyin deyirdi. Onu da belə izah etmişdi ki, B induksiya vektoru harda böyükdürsə, oradan per qüvvəmiz də bizim gəlib ən böyük olacaqdır. 47-ci sualda yaylı rəqqas A və B nöqtələri arasında, o isə tarazlıq vəziyyəti ətrafında harmonik rəqs edir. Euler-Venn diaqramını müəyyən edin. Bax, A ilə B hissələrimiz bizim kənar hissələrdir, yəni qıraq hissələrdir. O isə bizim tarazlıq hallarımızdır. İndi bunları başlayaq bu hissəmizə çevirək və izah etməyə çalışaq. Deməli, O-dan B-yə deyir. Birinci hissəmiz O-dan B-yə aiddir.
O bir hara aiddir? Bax, bu aralığımıza aiddir. Bu hissədə O-dan əgər B-yə biz gediriksə, demişdik ki, kənar hissələrdə təcil, qüvvə, XM və potensial enerji. Kənar hissələrdə bunlar hər biri maksimum olacaqdır. Yəni maksimum. Sonra keçdik A-dan O-ya doğru. Bu isə A-dan O-ya doğru. İndi tarazlığa gəldik. Tarazlıq hissələrimizdə isə sürət, impuls, kinetik enerji. Bunlar gəlib maksimum olar. Bunlar hamısı maksimum olur. Və indi başlayaq yazmağa. Təcili modulu artır. Təcili modulu harda artır? Dedik kənar hissədə artır da. Yəni O-dan B-yə getdikdə. Ona görə bu bura gedəcəkdir. Birinci elə birinciyə uyğun gələcəkdir. Sonra 2-də deyir ki, cismi sürətdə modulu artır. Sürətimizin də modulu artdı. Hardan hara doğru gedirik? A-dan O-ya doğru gəldik. A-dan da O-ya doğru sürətimiz artırsa, burada 2 gedəcəkdir. Sonrakı şərtimizdə kinetik enerji artır. Sürət artırsa yazmışıq ki, burada kinetiklə də onunla birlikdə gedirlər. Ona görə kinetik enerjimiz artır. 4-də yayın potensial enerjisi artır. Harda artırdı? Kənar hissədə artırdı. Potensial enerjimiz burada maksimum olurdu. Ona görə O-dan B-yə gəldikdə potensial artırdı. OB hissəmiz buradır 4 və elastiklik qüvvəsinin tarazlıq vəziyyətinə doğru yönəlir. Ümumiyyətlə həmişə bu X-i də elə həmişə tarazlıq halına doğru meylənər. Burada gəldi də belə də, yəni hər bir durum üçün bu keçərlidir. Ona görə 5 ortaqları oldu. Və indi hara qaçdı suallar? Və indi isə bunları başlayaq yerləşdirməyə. Birinciyə uyğun gəldi 1, 4, 1, 4, 1, 4 yoxdur başqa yerdə. Sonra ikinci uyğun gəldi 2, 3 və üçüncü də elə yalnız 5-dir. Sualın cavabı burada C variantına gedir. Növbəti sualımıza baxaq. Nöqtəvi Q yükünün A nöqtəsinə yaratdığı elektrik sahəsini intensiv Y ilə əvəz edib. Gəl ilk öncə bu hissəmizi yazaq. Bax, deyir ki, A nöqtəsinin intensivliyini mən sənə bir Y ilə əvəz elətdirmişəm. Bəs B nöqtəsinin intensivliyi modulu nəyə bərabər olacaqdır? B nöqtəsinin intensivliyini bizdən soruşur. Biz bilirdik ki, nöqtəvi yükdə intensivyimizin düsturu necə idi? KQ bölünsün R-in kvadratından ibarətdir. Bura bir dənə fikir versək, biz görürük ki, bizim yükümüzlə A nöqtəsi arasındakı bir məsafə var və bir də yükümüzlə B nöqtəsi arasında bir məsafə var. Söhbət eyni yükdən gedir, yüklərimiz eynidir. Ona görə yüklər eyni olduğundan da bunu müqayisə yazmağa ehtiyac yoxdur. H da eynidir, yəni K elektrokimyəvi ekvivalent üzr istəyirəm, klon sabiti nə idi? Klon sabitimiz də eynidir, yük də eynidir. Yəni ona görə eynilərə nisbət də qurmaq ehtiyac yoxdur. Amma intensivlik görürük ki, məsafə ilə tərs və kvadratik şəkildə asılıdır. Ona görə belə testlərin ən rahat yolu nisbət qurub yazmaqdır. Yazıram ki, B nöqtəsini soruşdu. B nöqtəsinin A nöqtəsinə olan intensivliyi bu nə cür asılıdır? Tərs, amma kvadratik şəkildə asılıdır. Bunun üçün yazıram ki, mən bunun ayağına B atmışamsa, onda bunun ayağına A atacağam. Bunun ayağına A atmışamsa, onda bunun ayağına B atacağam. Axı tərs asılıdır. Bir də radiusun durumu nə yerdədir? Kvadratdır. Buna görə bunu da alıram kvadratda. İndi bura baxırıq. Yükdən A-ya qədər məsafə nə qədərdir? R-adır da o 5 santimetrdir. Digər yükdən B-yə qədər olan məsafəmiz bu da RB-dir. Bu da 10 santimetr eləyir. İndi gətir verilənləri yerinə qoy yaz. R-A 5-dir, RB 10-dur və ümumi kvadratıdır. 5 ilə 10 ixtisar olunur, elədi 2-də 1 və 2-də 1-in də kvadratı bizə verəcək nə? 4-də 1. Yəni bizim bu nisbətimiz 4-də 1-ə bərabər olacaqdır. 4-də 1. B nöqtəsini də soruşduğuna görə YA 1-ə vurulacaq, bölünəcək 4-ə. B-nin intensivliyi bərabərdir. YA bölünsün 4 və YA-nı da özü bizə nə veribdir? 1 Y ilə əvəz elətdiribdir. Onda bunun da yerinə Y bölünsün 4 olaraq sualın cavabı 45-də Y variantına gedəcəkdir. 46-cı sual. Dielektrik üzərində yüklü kürələr sükunətdədir. Yəni yerlərində dayanır, tərpənmirlər. Elektrik sahəsinin intensivinin 0 olduğu nöqtə Q1 yükündən hansı məsafədə olacaq? Deyir, Q1 yükündən hardan qoyarsan ki, sənin intensivliyin bax burada gəlib 0-a bərabər olmuş olsun. Bunun üçün belə olduqda tarazı kaldırdı. Onu da biz neyinirik? Birinci intensivliyi ikinci intensivliyə bərabər elə. Söhbət burada nöqtəvi yüklərdən gedir deyə, həm də məsafə söhbəti də girirsə ortaya, onu da biz neyinirik? Mən bu intensivliyin yerinə buradan yazıram ki, KQ1 bölünsün R1-in kvadratı. Digər intensiv üçün yazıram KQ2 bölünsün R2-nin kvadratı. Buradan görürəm ki, K'lar eynidir. Ona görə bunları buradan silirəm, gedir. Və birinci yükümüz nə qədərdir? Birinci yükümüzü Q veribdir.
Ona görə buradan Q1-in yerinə elə sadəcə Q yazıram. İstəsəz bunu qəşəng yazaq. Bunun yerinə Q yazdım. İndi isə Q2-yə baxıram. Q2'miz isə bizim burada 9Q'dur. Bunu da yerinə 9Q yazdıq. Və buradan Q'lər ixtisar olunur. Qalır bu şəkildə 1. Və bunları indi buradan çarpaz vursaq, bu buna çarpaz vurulacaqdır və bu isə buna çarpaz belə vurulacaqdır. Bu da belə. İndi buradan həll edək. Olacaq nə? 9R1'in kvadratı bərabərdir R2'nin kvadratı. Buradan da biz R2'ni tapdıqda bu deyiləcəkdir 3R1. Yəni kökün altına saldıq, oradan 3R1 çıxdı. Demək indi belə edirəm. Ümumi məsafəyə fikir versək, R1 ilə R2'nin cəmi birinci ilə, yəni bax bura birinci nöqtədə, bura ikinci nöqtədə. Birinci ilə ikincinin ümumi bizə məsafəsi nə qədər verilibdir? R1 üstə gəlsin R2 verilibdir. Belə. Ümumi 12'dir. R1 nədir bilmirəm, amma R2'miz nədir? Bizim bunları siz böyüklə yazın. R2 isə 3R1'dir. R2'nin yerinə 3R1 yazıram və 1R1'in üzərinə 3R1 gəldikdə bu deyildi 4R1. Bu da 12'ye bərabərdir. Oradan da R1'imizi çıxardanda 12'nə 4'ə böləndə bu deyildi 3 santimetr. Və o isə mənə dedi ki, Q1 nöqtəvi yük hansı məsafədə yerləşib? Deməli, onda Q1-dən bura qədər yerləşən məsafəmiz bizim oldu 3 santimetr. Digər məsafəmizin də payına 9 düşdü. Yəni Q2-ni sorsa 9 santimetri götürərdim. Q1 soruşduğuna görə 3 santimetri gəlib götürəcəm. Beləliklə 49-cu sualımızın cavabı olacaqdır C variantı. Sonra 50-ci sualımıza baxaq. 50-ci sualda kütləsi 2 kiloqram olan cismə tətbiq olunmuş qüvvələrin əvəzləyicisinin bu cismin verdiyi təcili hesablanan ki, təcil nəyə bərabər olacaq? Belə testlərdə təcili soruşursa, onda mən bütün bunların əvəzləyicisini tapıb böləcəm bir dənə kütləmizi. Kütlə verilibdir, kütlənin yerinə 2 kiloqram var, kütləm var, amma F əvəzləyicimiz nədir? İndi birazdan onu çıxardarıq, görək nədir? Bax, burada nə daha aydın hər şey görünür ki, F4 bu yanadır, F1 bu yanadır. Bax, bununla bu yana doğru gedir. Hər bölgədə 2 Newton verib. Bununla bu onda neynədir? Elə bil ki, hər biri 2 Newton, 4 Newton bu yanadır. Bu isə onun əksinə doğru getdiyinə görə bu da mənfi 4 Newton. Bundan o zaman nə olur? Aradan çıxır gedir. Yəni bunlar daha yuxarı çıxır gedir. Çünki bir əkslərdir, bir-birinə çıxırlar. Qaldıq F2 arasında. İndi F2'mizi yazıram. Ancaq onun nəyi var? Y oxu var. Ona görə F2 Y yazıram. Neçə dama yuxarı qalxdım? 1 dama, 2 dama. Onda buna yazıram 2 vurulsun 2-də. Niyə görə? 2 vur 2. Çünki deyir hər bölgün 2 Newtondan ibarət. Ona görə 2 vur 2 bunun yerinə 4 Newton qoyduq. Amma görürük bunun x-i yoxdur. Yəni F2x hanı? F2x olmaq üçün üfüqi xəttlər olmalıdır. Bunlar yoxdur. Ona görə F2x'in yerinə 0 qoyduq. Sonra indi keçək buradan F3y-i tapaq və bir də F3x-imizi tapaq da görək nə qədərdir. İstəsəz bunu da silim. Yazdıqlarımızı aradan qaldıraq ki, bunlar artıq yoxdur da bizi çaşdırıcı gəlməsin. F3-ə baxıram. Və bizim F3-ümüzü yenə çəpnömrətdə xətləri mütləq proyekt ayırmaq lazımdır. Mən bunu bir dəfə belə proyekt ayırdım. Gəldim, çıxdım F3x-ə. Bir dəfə də belə proyekt sayardım. Bu da oldu F3 Y-dən ibarətdir. F3 Y-ə baxsaq, bu nədir? 2 dam aşağıdır. Və Y oxumuz belədir, yuxarıya doğrudur. Amma onun əksinə doğrudur. Ona görə ona mənfi qoyacağım. F3 Y mənfidir. Amma 2 dama aşağıda 1, 2. 2-dir. Hər bölgədə 2 Newton verdiyinə görə 2-ni də 2-yə vurduqda bu əldə mənfi 4 Newton. İndi isə F3x-ə baxıram. F3x-də görürük X oxu istiqaməti 1 dama, 2 dama. 2. Hər bölgümüz də 2 Newtondan ibarətdir. 2-ni də 2-yə vurduq. Bu deyildi 4 Newton. İndi gətirək neymiş biz? F-Y-ləri bir toplayıram. F-X-lərimizi bir toplayacağım. Deməli, ümumi F-Y-imizin əvəzləyicisi nə qədər oldu? 4 ilə üstünə gəldi mənfi 4. Bu da elədimi 0? Yəni 4 minus 4 0 deməkdir. Deməli, F-Y-imiz yoxdur. Yoxa çıxdı, getdi. İndi F-X-ə baxıram. F-X-lərimiz nə qədərdir? Deməli, F-X-imizin ümumi əvəzləyicisi X-imizin 0-la 4-ü cəmlədim, elə də 4 Newton. Və sonda nəhayət bütün həm X-in, həm Y-in əvəzləyicisində qaldı. F-Y yoxdur. Ümumi yekün əvəzləyicimiz isə bizim 4 Newtondan ibarətdir. Gətirəm indi buradan. Həmin bunun yerinə 4 Newtonu qoyduq. 4-ü də buradan 2-yə böldükdə bu deyiləcəkdir 2 metr bölünsün saniyənin kvadratı və beləliklə 50-ci sual C variantına gedəcəkdir. 51-ci sualımıza baxıram.
Elektrik xəttində gərginlik 300 kilovat olduqda enerji itkisi 2% təşkil edir. Gərginlik 2 dəfə artıranda itki neçə faiz olacaqdır? İlk öncə bizə verilən burada bir gərginlik var. O birinci gərginliğimizdir. Birinci gərginliğimiz 300 kilovatdan ibarətdir. Sonra deyir ki, gərginlik 2 dəfə artır. Verən hissələrə necə demişdik yazırıq. Bax, bu sonuncu gərginliyi birinci gərginliyə bərabər elə. 2 dəfə artırmaq vur 2 deməkdir. Yox, 2 dəfə azaltsaydıq böl 2 olacaqdır. Bunda buradan da ikinci gərginliyi çıxarda bilərəm də. İlk verilən gərginlik 300-dür. Bu da 2-dir. Yəni buradan o birin yerinə 300 qoyuram. 300. 300-ü də 2-yə vurduqda bu deməli 600 kilovoltdan ibarət. Deməli birinci gərginlik hansı vermişdi? İkinci gərginlik oldu 600 kilovolt. Hə, indi buradan bizə deyir ki, neçə faiz olacaqdır onun enerji itkisi? Neçə faiz olar? Yaxşı. Gəlin də biz bunu enerjiyə əlaqələndirək də. Bu nə cür əlaqələndirə bilərik? Bu ümumiyyətlə dəyişən gərginlikdən söhbət gedir də. Görürsüz gərginlik dəyişir də. Birincidə 300 idi, sonra 600 oldu. Dəyişən gərginlikdə transformatorun transformasiya əmsalı necə idi? K bərabər idi. U1 bölünsün U2 idi. Digər yandan da ikinci cərəyan şərti birinci cərəyan şərtinə olan nisbəti idi. İndi buradan bu aralıqda mən K-nı da ataq getsin, K-ya ehtiyac qalmır. İlkinin I1 olan nisbətini tapacağam. İlkinin I1 olan nisbəti, onda U1-in elə U2 olan nisbətidir. U1 300-dür, U2 də 600-dür. Bu nisbətimiz elədimi? 2-də 1. Yəni, başqa söz ilə bizim bunu buradan istəyirsə silək, elə birbaşa bunu 2-də 1 yazaq. Hə, indi 2-də 1 yazdıqsa, deməli bu nə deməkdir? İkinci cərəyan şiddətimiz 2 dəfə azalacaqdır. Yəni görürsüz bölünsün 2-dir. Son cərəyan şiddətimiz başlıqdan 2 dəfə kiçikdir. Yəni I1 bölünsün 2 deməkdir. Bu başlıqdan yəni 2 dəfə kiçik olmağı deməkdir. İndi gətirək bunu biz enerji ilə əlaqələndirək. Burada enerji itkisi baş verdiyindən istilik miqdarımızın düsturunu yadımıza salırıq. Q bərabər idi I-nin kvadratı RT-dən ibarət idi. İlk öncəki halımızda bizim enerjimizi faizlə veribdir. Yəni Q1 halımızda bizə deyək ki, 2 faizlə veribsə və sondakı faizi bizdən soruşur ki, bax bu neçə faiz olacaqdır? Mən görürəm ki, bizim istilik miqdarımız cərəyan şiddətlə düz asılıdır. Ona görə nisbət qrup yazmaq lazımdır. Yəni başqa söz ilə ikinci istilik miqdarının birinci istilik miqdarına olan nisbəti, onda ikinci cərəyan şərtimizin birinci cərəyan şərtinə olan nisbəti olacaqdır. Amma nə görəm? Cərəyan şərtimiz nədir? I2 bərabərdir, I1 bölü 2-dir. Onda I2-nin yerinə yazıram I1 bölünsün 2, məxrəc də I1-dir və ümumi kvadratdır. Buradan I1-lər ixtisar olunur, yerdə qalır 2-də 1. 2-də 1-in də kvadratı eləyəcəkdir 4-də 1. Bunu da yerinə yazdıq 4-də 1. Oradan da ikinci istilik miqdarımızı tapacağım. Yəni bunların sonuncu prosesi üçün tapsam və Q2 də bərabər olacaqdır. Q1 bölünsün 4-də. Q1-i bizə faizində verib 2%. Bu da bölünsün 4. 2-ni də 4-ə böldükdə deyəcəkdir 0,5%. Yəni ikinci istilik miqdarımıza 0,5% olacaqdır itkisi. Və devalətinə getdi. Sonra 52-ci sualımıza baxıram. Kran 30 ton yükü 100 metr hündürlüyə bərabər sürətlə 5 dəqiqə qaldırır. Kranın faydalı gücünü tapın nəyə bərabərdir? Öncə verilənləri yazıram. Ton nədir? Kiloqramdır da, kütlədir 30. Ton isə 1000 deməkdir də. Yəni 1000 də başqa sözü 10 üstü 3 kiloqram şəklində yazacağam. Hündürlüyümüz h verilibdir bizə 100 metr. Bura yazaq 100 metr. Və zaman da 5 dəqiqədir. Zaman da t-dir. 5 dəqiqəmiz də bilirik ki, 60 saniyədən ibarətdir. Yəni 5 vur 60. Bunu da yerinə 300 yaza bilərik. Olsun 300 saniyə və deyək ki, güc tap. Bir də sualdır. Gücün əsas ana düsturu nədir? Güc bərabərdir. İş bölünsün zaman deyilmi? İndi oradan biz nə görürük ki, M var, H var, J var. A-nı yerinə yaza bilərik mi? MJH. MJH yazdıq. Məxrəc də zaman. İndi verilənləri yerinə qoy yaz. Kütlə 30 vur 10 üstü 3. Başqa sözlə bunu 3 vurursun 10 üstü 4-də yaza bilərəm. J 10-dur. Zaman da 300 verilibdir. Bir dəqiqə, mən nə yazıram orada? H-ımız H deyil, H-ımız 100-dür. H-ın yerinə 100 yazıram. Zaman da 300-dür. Və oradan sadələşdirəm. Sıfırlar gedir. Qalır bu şəkildə. Sonra 3-lər də ixtisar olunur. Bunlar da çıxır gedir. Qalır belə. Buradan da 10 üstü 4-ü də 10-a vuranda 10 üstü 5, amma elə yazmağa ehtiyac yoxdur. Buna yazaram 10. 100 vurulsun, daha doğrusu 10 üstü 3. Bu da eləyəcəkdir nə? 100 kilovat. Cavab gedəcək buradan C variantına.
53-cü sualımıza baxaq. 53-cü sualımızda mümkün qədər su doldurmuş qaba M1 kütləli və V1 həcmli cisim atıldıqda sıxışdırılıb çıxarılan suyun kütləsi M2, həcmi V2-dir. Buna görə hansı ifadələrimiz doğru olacaqdır? Deməli, bizə deyir ki, bunun ağzına qədər su buralara qədər deyir dolubdur. Gəl bu nə deyilənləri ümumiyyətlə təsvir edək, nağıl kimi danışaq ki, sualın şərtini anlaya bilək və həmin qaba M1 kütləli bir cisim qoyulubdur. Bax, bu bir yazılan cisimimizin kütləsidir. Yəni buna M1 deyibdir. Həcmi də V1-dən ibarətdir. Sonra bunun ağzına qədər su var və kürəciyi atdıq burada. Mən bu kürəciyi bura atıramsa, burdan nə qədər bu yerini tutubsa, həmin o qədər də bunun həcmi gəlib bura tutacaqmı? Yəni həmin kürəcikdən nə qədər su gəlib tökülübsə, gəlib tutubsa da, o qədər də bura tutulmuş olacaqdır. Yəni onda başqa sözlə, ikinci qaba V2 deyir, birinciyə V1 deyir kürəciyin. Bu ikinci də suyun olan həcmlə kütləsini müqayisə edəcək. Yəni nə qədər bu kürəciyimiz yer tutubdursa, bu birinci qabda da, burada gəlib eyni ilə həmin həcmi əhatə etmiş olacaq. Ona görə buna deyəcəm ki, V1 həcmi V2-yə bərabər olmuş olacaqdır. Yaxşı belə. İndi burada mən kürəciyin kütləsi ilə suyun kütləsini müqayisə etməyə çalışacağam. Ümumiyyətlə görürsünüzmü, bu kürəcik hardadır? Qabın dibindədir. Bir o qabın ortasında olsa, deyərəm bir-birlərinə bərabərdir, ortasındadır da. Amma o qabın dibindədir. Deməli, dibindədirsə, onda mən ona deyəcəm ki, birinci kütləmiz, yəni cismin kütləsi suyun kütləsindən, suyun da kütləsini 2 ilə əvəz edibdir. Suyun kütləsindən böyük olacaqdır. Çünki hansı cisim əgər böyükdürsə, bu suyun dibində olacaq. Yox, əgər cisim yüngül olsaydı, suyun üstündə qalardı. Onda deyərdim, suyun kütləsi cismin kütləsindən böyükdür. Yox, amma daxilində olsaydı, deyərdim, hər ikisi bir-birinə bərabər olur. Sualımızın şərtləri bunlardan ibarət olacaq. V1 V2-yə bərabər, M1 böyük M2-dir. M1 böyük M2, V1 V2-yə bərabər sualın cavabı 2 və 4-dən ibarət olacaqdır. 54. Yer səthindən H-ımız R bərabər olarsa, buna uyğun qüvvəmiz 360 Newtondan ibarətdir. Yox, ancaq deyir H2-nin 2R olarsa, bəs deyir buna uyğun sənin ağırlıq qüvvə nəyə bərabərdir? Biz gəlin bu sualımızı biraz kənara çəkək və bunu buradan yazmağa çalışaq. Biz bilirdik ki, ümumdünya cazibə qanununda qüvvə bərabər edir J, kiçik M vurulsun böyük M bölünsün R-in kvadratı idi. Bax, bu yazdığım hal-hazırdakı düstur yer səthi üçündür. Yəni, yer səthi nədir? Yerin səthi, yəni bax bu hissədən qırağa çıxılmırdı cisim. Elə ancaq bunun radiusuna qədər idi. Yerin səthinə də F0 deyilirdi. Artıq burada H temasını gördüyümüzə görə, onda mən 0 yox, H qoyacağam. Və artıq bu yer səthinə müəyyən hündürlüyə qaçıb gedibdir. Demək ki, bizim bu artıq F H-ımız olacaqdır. Bunun üçün də əgər məxrəcində H varsa, demək ki, ona da R yox, R plus H-ın kvadratı şəklində olacaqdır. Və mən nə görürəm orada? Mən oradan görürəm ki, qüvvəmiz R plus H ilə tərs asılıdır. Ona görə mən buna nisbət quracağam. Bu bizim bura qədər verilən hissələrimiz var. Bu mavi rəngə qədər verilən hissələrimiz bizim birinci hissələrimizdir. Və yaşıl hissələrimiz oradan da aydın görür ki, bu da bizim ikinci hissələrimizdir. İndi nisbət qurub ən yaxşı, rahat yolu bunu yazmaqdır. İkinci FH-ın birinci FH olan nisbəti görürük ki, bu tərs asıdır, düzdürmü? Onda mən buraya R plus H 1 yazacağam və kvadratı da bu biri tərəfimizə isə F1-in payına nə düşəcəkdir? Onda bir dəqiqə 2 yazıram, mən bunu üzr istəyirəm. Axı tərs asıdır. Hə, bunu isə yazacağam onda R plus H 1-in kvadratı şəklində və verilənləri yerinə qoyaq yazaq artıq. R plus H1-imiz nədən ibarətdir? Buradan görürük ki, H1-imiz bir yerdən ibarətdir. Ona görə H1-in yerinə 1 yer yazıram və ümumi bunun kvadratıdır. Sonra üstə gəlin, R üstə gəlinsin. H2-miz də bizim 2 yerdən ibarətdir. H2-nin də yerinə 2 yer yazırıq və bunların da kvadratları da sadələşdirib R-in üstünə R gəldikdə bu elədi 2R və 2R-in kvadratı. Sonra R-in üstünə 2R gəldikdə isə bu elədi 3R. Onda bu da oldu 3R-in kvadratı şəklində. R-lər ümumiyyətlə ixtisar olunur və qalır bu şəkildə. 3-də 2-nin də kvadratı bizə nə verəcəkdir? 9-da 4 oldu. 9-da 4. Buradan da gəlin F2-ni tapaq. Bizə F2-ni soruşdu. F2 də bərabərdir 9-da 4 F1-ə. Və F1-imiz də nə qədər verilmişdi? 360 Newton. Buradan da ixtisar etsək, 360-ı 9-a böldükdə belədir 40 və oradan da 4-ə 40-a vurduqda sualımızın cavabı oldu 160 Newton.
və sonrakı sualımıza baxaq. Sual 55. 0,5 daha doğrusu 0,5 saniyə ərzində sarğacdakı cərəyan şiddətimiz 15 amperdən 20 amperə qədər dəyişdikdə, onda yaranan özünə induksiya YH-imiz 20 voltdur. Sarğacın maqnit sahəsinin enerjisinin dəyişməsi nəyə bərabərdir? Maqnit sahəmizin enerji dəyişməsi W maqnitdir və biz belə olanda sarğacla söhbət varsa, sarğac dedikdə nə deməkdir? Bu el deməkdir də. Və cərəyan şiddətlərimizin müxtəlif olanda demişdim ki, bunu belə yazacağıq. Maqnit sahəmizin enerjisi bərabərdir L bölünsün 2, böyük cərəyan şiddətimizin kvadratı çıxılsın balaca cərəyan şiddətimizin kvadratı. Düstur bundan ibarətdir. Amma biz görürük ki, cərəyan şiddətlər var. Enerjinin dəyişməsində bizdən soruşur. Bir dənə təkcə elimiz yoxdur. Bəs elimizi nə cür çıxarda bilərik? Onda gəlin bunun üçün belə yazırıq. Bilirdik ki, YHG elektrik sahəsinin elektrik hərəkət qüvvəsi bərabər idi. L bölünsün delta I bölünsün delta T-dən ibarət idi. İndi bizim buradan L-imiz yoxdur. İstərsə L-i çıxardaq buradan kənara. L bərabər olacaq YHG vurulsun zaman bölünsün delta I-dən ibarətdir. Və bizim YHG-miz elektrik hərəkət qüvvəmiz 20-dir. Verilən zamanımız 0,5-dir. Cərəyan şiddətimizin dəyişməsinə baxırıq. Cərəyan şiddətimiz 15-dən 20 amperə qədər dəyişibdir. Yəni 20 ilə 15-in fərqi deməkdir də bu. Yəni başqa sözlə bu delta I deməkdir. 20 ilə 15-in fərqi belədir 5 amper. Və cərəyan şiddətimizin dəyişməsinin yerinə 5 qoyduq. Buradan 0,5-i 5-ə böldükdə belədir 0,1. Və bu sıfırdan da bu sıfırın biri gedəndə qalacaqdır 2 vurulsun 0,1, 2-ni də 0,1-ə vuranda bu da L də induktivlik olduğu 0,2 Henderdən ibarət. Deməli, elimizi tapdıq, qiymət hazır. İndi gətirək burada yerinə qoyaq, yazaq. Demək, bizim burada induktivliyimiz oldu 0,2. Dəqiq bundan yazsaq. İnduktivlik oldu 0,2. Düstura görə böl 2. İkinci cərəyan şiddetim 20-dir. 20-nin kvadratı bu bizə verəcəkdir 400-ü çıxılsın. 1 də 15-dir. 15-in də kvadratı bu da eləyəcəkdir 225. Buradan deməli 0,2-ni 2-yə böldükdə bu eləyəcəkdir 0,1. Sonra 400-dən 225-i çıxdıqda demək, bu bizə nə qədər verəcəkdir? 400-dən 225-ə çıxanda bu eləcək 175, amma önündə də bir 0,1 var. 0,1-ə də 175-ə vurduqda bu da eləcəkdir 17,5 joule sualımızın cavabına gedəcəkdir. 17,5. Sonraki sual. Tirci 5 Newton qüvvə ilə dartdıqda bərabər sürətlə hərəkət edir və tirciyə təsir edən dartı qüvvəmiz 20 Newton olarsa, cismin təcini hesabda nəyə bərabər olacaqdır? Təcnimiz sualdır. Təcnimizi tapmaq üçün ümumiyyətlə biz bilməliyik ki, bunların ümumi əvəz edən müqavimət qüvvəsinin kütləyə olan nisbətini bilməliyik. Bəs əvəz edən qüvvə nədir, onu bilməliyik. Burada böyük bir ipucu getdi. Tirci 5 Newton qüvvə ilə dartanda bərabər sürətli hərəkət edir. Yəni bax bunu mən 5 Newton qüvvə ilə dartıramsa bu yana doğru bərabər sürətlə hərəkət edir. Yəni cisim ya eyni sürətlə hərəkət edir, ya da bunlar yerində dayanıblar. Demək ki, bunun əksinə doğru yaranan bir sükünə sürtünmə qüvvəsi olur. Buradan da sükünə sürtünmə qüvvəsi və yaxud da hərəkət var deyə sürüşmə sürtünmə olacaq, amma sadəcə dartı sürtünmə qüvvəsinə burada bərabər olacaqdır. Dartı sürtünməyə bərabərdir. Bunu da bizə 5 Newton veribdirsə, ona deyəcəm ki, elə sürtünmə qüvvəmiz 5 Newtondan ibarətdir. Bunu yazıq. Sürtünmə qüvvəmiz 5 Newtondur. Sonra digər şərtdə isə artıq dartı qüvvəsi 20 Newton oldu. Dartı qüvvəmiz bizim əgər 20 Newtondursa, deməli nə görürük burada? Dartı 20 Newtondur. Sürtünmə qüvvəsi isə 5 Newtondur. Bu nə deməkdir? Demək ki, dartı qüvvə sürtünmə qüvvəsindən böyükdür və bu hərəkət artıq olacaqdır. Bərabər yeniləşən hərəkət. Bərabər yeniləşən hərəkətimizdən biz buradan demişdik ki, MA nəyə bərabər idi? MA bərabər idi böyük qüvvədən yazıram buradan. F dartı böyükdürsə F sürtünmədən əvəzləyici qüvvə həmişə belə tapılır. Böyük qüvvədən kiçik qüvvəni çıxacaq. Və oradan da bizə deyir ki, təcili tap. Təcili tapanda təcili yanındakı kütləni məxrəcə göndərirəm. Olur bu şəkildə. İndi yazıram. F dartı verilib 20, sürtünməmiz 5, kütləmiz də bizim 5-dir. 20-dən 5-in çıxdıq, belədir 15, 15-i də 5-ə böldükdə təcili də oldu 3 metr saniyənin kvadratına getdi. Sonra 57-yə baxaq.
Hı, 57 yuxarıdadır. 57-ci sualımız, baxaq, bu işıq kvantları mövzusunun dərsidir. Deməli, burada bizə deyilir ki, eee, metal lövhənin üzərinə müxtəlif tezlikli işıq şüaları salınır. Düşən işığın tezliyi və ifadələr arasında hansı münasibət doğrudur? İlk öncə birinci şərt verir. Niyə minimuma bərabərdir? Cavablara baxaq, nəyə əsasən verir cavablarımız? Cavablar kinetik enerjiyə əsaslanır. Buna görə də biz burdan hər bir hissələri kinetik enerjiyə fokuslandıracağıq. Ümumiyyətlə, nu minimum, lambda maksimum bu sözləri, bu ifadələri gördünüzsə, Einstein təlininə tez qaçmaq lazımdır. Einstein təlini o zaman nədir? Foton enerjisi bərabərdir çıxış işığı üzərinə gəlinsin kinetikin maksimumu. Kinetik enerjimizi buradan çıxaraq kinetikimizin maksimumu bərabərdir. Fotonun enerjisi çıxılsın A çıxış işığı. Foton enerjisinin yerinə H-niyi, çıxış işinin yerinə isə H-niyi minimum şəklində qoyacağam. İndi deyir ki, niyə minimuma bərabərdir? İndi mən gətirəcəm burada niyonun yerinə niyə minimum qoydum. Eyni ifadədən çıxanda bu bizə nəyi verir? Heç nəyi vermir, sıfırı verir də. Mən onda deyəcəm ki, birinci şərtə görə kinetik enerji sıfıra çıxır gedir də. Bu harda uyğundur? Kinetik enerji sıfıra bərabərdir də 2, B variantına. Deməli, 1-ə B variantı uyğun gələcəkdir. Başqa görək hansısa ifadələr burada varmı? Eee, fot Fotonun, kinetik enerjisi çıxış işinindən böyükdür. Yox, bunlar çıxır, gedir, bizə aid deyil bu. Burada isə foton enerjisi çıxış işinə bərabərdir. Hə, foton enerjisi çıxış işinə bərabərdir. Nəyə görə? Çünki fotonun enerjisi H-nidir. Çıxış işimiz də H-niyi minimumdur. İndi istəyirsənsə ni minimuma ni qoy və yaxud da niyə ni minimum qoy. Bunlar gəlib bir-birinə bərabər olacaqdır. Axı özü birinci şərtdə mənə dedi, niyə ni minimuma bərabərdir də. Demək ki, onda bu ifadəni də götürəcəm. Yəni D də uyğun gələcəkdir. 1-ə B və D gedəcəkdir. Bu birinci hal idi. İndi ikinci vəziyyətimizə baxıram. İkinci vəziyyətdə isə ni 2 ni minimumdur. Yenə eynən bayaqki şəkildə elə bunu 2-də hallandıraq. Buna bax, bu bayaqki tənlimizə görə buradan kinetik enerjimizi çıxarsaq ikinci hal üçün. Deməli, foton enerjisinin yerinə yazırıq indi yenə buradan H-niyi, çıxışın da yerinə H-niyi minimum qoyduq. Deyir ki, bizə ni 2 ni minimumdur. Bu niyinin yerinə yazıram ki, 2 ni minimum. 2 önə keçir, ni minimum da burada qalır. Və biz 2h ni minimumdan 1h ni minimumu çıxanda burada isə cavab olacaq h ni minimum. H ni minimum nə deməkdir ki? H ni minimum çıxış işi deməkdir də. Başqa sözlə artıq kinetikimizin maksimumu burada h ni minimuma bərabər olaraq bu ifadəmizi bir çıxış işini verəcəkdir. Yəni deyə bilərik də artıq kinetik enerjimiz çıxış işinə gəlib bərabər olacaqdır. Buna uyğun cavab da burada hansına getdir? Kinetik enerji çıxış işinə gəlib bərabər olacaqdır. Yəni burada olacaqdır A variantı. Başqa buna nəsə uyğun gəlir? Yox, heç nə uyğun gəlmir. Elə bu da bura qədər idi. Hə, indi üçüncü şərtə baxıram. Bunları buradan silək. Üçüncü vəziyyətimiz üçün isə bizə deyilir ki, niyə 3 niyə minimumdur? Yenə buradan foton enerjisinin yerinə üçüncü hal üçün yazsaq, foton yerinə H niyə, çıxışın da yerinə H niyə minimum qoyuram və H. Niyonun yerinə götürürəm deyə bu ifadəni qoyuram. 3 niyə minimumu yerləşdirək bura. 3 önə keçir, niyə minimum qalır bu şəkildə. Və çıxılsın H niyə minimumdur. 3 H niyə minimumdan 1 H niyə minimumuzu çıxanda onda bizim kinetikimizin maksimumu bərabər olur 2H ni minimuma. Başqa sözlə H ni minimumu A çıxış işi deməkdir. Onda deyəcəm ki, kinetik enerjimiz A çıxış işindən 2 dəfə böyükdür. Kinetik enerji çıxış işindən böyükdür. İndi burada konkret neçə dəfə böyük olduğunu demir, amma fakt deyir ki, çıxış işindən böyükdür. Demək ki, bu S-yə gecə fotoeffekt yaratmır da bu yoxdur. Belə bir cavab yoxdur. Fotoeffektin yaratmaması üçün ni minimum ni-dən böyük ola bilər. Ona görə bu cavab yoxdur. Yəni bu cavablarımız doğru olacaqdır. Sonra 58. 4 kiloqram kütləli maddi nöqtə çevrə boyunca 2 metr saniyə sürətlə bərabər sürətlə hərəkət edir. Dönmə bucağın 180 dərəcə olduqda cismin impulsun modunun dəyişməsi nəyə bərabər olacaqdır? Bunun üçün biz buradan bir dənə çevrəmizi çəkək. Bu bizim belə bir çevrəmizdir. 180 dərəcə nə deməkdir ki? Burada 180 dərəcəmiz bilirik ki, bax, belədir də, cisim bu çevrə boyunca belə hərəkət edibdir. 180 dərəcə açıq bucaq deməkdir. Yəni bu qədər çevrənin yarısını gedibdir. Və bu çevrənin yarısını gedibdirsə, artıq buna deyəcək ki, bu nədir?
Zaman 2də bir periyod deməkdir. Zaman 2də bir periyodumuzda məndən impulsun dəyişməsini soruşur. İmpulsun dəyişməsi delta P-dən ibarətdir. Delta P impuls dəyişməmizlə bilirdik ki, 2mv-dən ibarətdir. Yəni biz bunun, mövzu izahını da vermişdik. Bax, buradan çıxırsa sürət belə toxunan olur. Bura gəlsə sürət bax bu cür şəkildə olur. Sürətlər də əks olduqlarından bunlar toplanır. V ilə V-ni toplayanda 2mv olur. Ona görə buradan da impuls dəyişməmiz 2mv şəklində olacaqdır. İndi bizə verilən kütlə burada 4-dür. Kütləni yenə 4 yazıram. Sürətimiz isə 2-dir. Vəssalam. İndi hesablayaq. 2-ni 4-ə vurduq 8, 8-i 2-yə vurduq. Bu da elədi 16 kiloqram metr saniyə sualımızın cavabı. Növbəti sualımıza baxaq. Öncə bu hissəmizi də silək. Aha, bu sualımızda isə deyilir ki, temperatur 0 Selsi dərəcə olan buzu, deməli bu bizim buzumuzdur. Buzun temperaturu 0 Selsi dərəcədən ibarətdir. 0 Selsi dərəcə olan suya salsaq, hansı proses baş vermiş olacaqdır deyə cavabımıza əsaslanırıq. Bax, bura sudur. Yəni nə deyək ki, suyun da temperaturu, buzun da temperaturu eynidir də. Mən bunu götürüb bura salsam, buz elə gözünü döyüb mənə baxacaqdır. Niyə görə? Buz indi məndən yalvarır ki, biraz bu suyun temperaturunu artır ki, mənim də üzərinə bir dənə dəyişim olsun. Amma dəyişim olmur ki, eyni temperaturdur. Bu da 0, bu da 0. Ona görə buz elə belə qalacaq, əriməyəcək. Çünki niyə? Əgər burada buzun əriməsi üçün gərək ki, bunun azından 1-2 Selsi dərəcə temperaturumuz yüksək olsun ki, nəsə orada bir temperatur dəyişikliyi baş versin. Eyni temperatur, buz da eyni, su da eyni, ona görə temperatur dəyişməmiz bizim baş verməyəcəkdir. Yəni heç bir istilik mübadiləsi burada baş vermir. Yəni heç bir proses burada icra olunmur. Növbəti sual. 60-cı sualda sabit kütləli ideal qazın halının dəyişmə diaqramı verilibdir. V-nin T-dən asılığı var, amma deyir ki, bu diaqramı P2 koordinat sistemində çəkməliyik biz. Hə, bu sualımızı mən biraz bu yana uzaqlaşdırıb çəkə bilərəm. Hə, bunu indi burada icra etməyə çalışacağam. İlk öncə bu hissəmizə baxıram. Bax, bu mavi hissəmizə. Mavi hissəmiz bizim 1-2 hissəmizdir. Bura baxıram, bu bizim həcm xəttidir. Əgər xətt həcmə perpendikulyar gedirsə, bu həcmin konstant olmağı deməkdir. Deməli, V konstantdır. Amma nə görürəm? Burada oxumuz belədir. Bunu temperatur xəttinin üstünə köçürdəndə görürəm ki, bax bu göy xətt temperaturdan uzaqlaşır. Bu isə temperaturun artmağı deməkdir. Həcm sabitdə toxunulmazdır. Mənim bununla işim yoxdur. Diaqramda bizə təzyiq verilibdir deyə, onda təzyiqlə temperaturu əlaqələndirəcəyik ki, təzyiq temperaturu necə asılıdır? Klaperon tənlimizə əsasən PV bərabərdir növ RT-dir və buradan da görürəm ki, təzyiqlə temperatur düz asılıdır. Onun üçün də deməli bizim təzyiqimiz də artmış olacaqdır. İndi gəlin bunun üçün buradan quraq. Həm bizim təzyiq, həm də temperaturumuz artır. Bu onların düz asılı olmağı deməkdir də. Buna görə bu qrafikimizi buradan qursaq, deməli təzyiqlə temperatur ortalama x-də kompleks cəm şəklində gəlib artırlar. Yəni sıfırdan uzaqlaşdırır. Bura bizim bir nöqtəmiz, bura isə bizim 2 nöqtəmiz olacaqdır. Bunu belə yazdıq. Və burada İşimiz daha yox qurtardı. İndi isə keçirik buradan biz 2-3 hissəsinə. 2-3 hissəsində isə deməli bu xətt temperatura sabit gedir. Demək ki, burada artıq temperaturumuz bizim konstant olacaqdır. İndi gəl bu göy xətti həcm üstünə köçür. Göy xətti həcm üstünə köçürdürsənsə, görürsən bu getdikcə ox sıfırdan uzaqlaşır. Bu həcmin artmağı deməkdir. Temperatur toxunulmazdır. Daha onunla işim yoxdur. Nə temperatur artır, nə də azala bilər. İndi digər fiziki əməliyyat izoproseslərdən təzyiqə baxıram. Təzyiqlə həcm necə asılıdır? Bax, buradan təzyiqimizi tapsaq, həcm düşəcəkdir məxrəcə. Onda görəcəm ki, təzyiq ilə həcm tərs asılıdır. Demək ki, bizim burada həcmimiz artırsa, təzyiqimiz azalmış olacaqdır. Və bu tərs asılıdır, ancaq ki, T də konstantdır. İndi temperatur konstant, təzyiq də artırsa, sabit xəttin üzərinə həmişə perpendikulyar gedir. Təzyiq artsaydı, xəttin belə olacaqdır. Yox, təzyiq azalırdı, xəttimiz üzü aşağıya doğru gedir və təzyiq də azalırdı. Bu xətt ox üzü aşağıya doğru gedir. Bu isə oldu bizim 2-3 aralığımız belə. 2-3 aralığımız da belədir. İndi isə baxıram buradan növbəti aralığımıza. Bu da olsun bizim 3-4 aralığımız belə. 3-4 durumumuz. Yenə də görürəm ki, bu xətt həcm üstünə perpendikulyar getdi. Deməli, burada V-miz bizim konstant olacaqdır. Həmin bax bu göy xətti temperaturun üstünə köçür. Neylədi? Sıfırdan qaçdı, getdi temperatur. Deməli, uzaqlaşdı da nə qədər uzaqlaşırsa, böyüyürsə, sıfırdan uzaq olmalıdır. T böyüdü. Yenə gördüyümüz kimi təzyiqlə əlaqələnəcəm. Temperatur artırsa,
onda deməli bu vəziyyətimizə görə bizim təzyiqimiz də gəlib artacaqdır. Yəni bunlar düz asıdır da ona görə. Deməli indi isə bu vəziyyətimiz üçün isə, təzyiq də, temperatur da artır, belə çıxıb getmiş olacaqdır. Bu da bizim 3-4 aralığımızdır belə. İndi mən bunu biraz elə də yaxşı çəkmədim. Yəni ümid edirəm ki, bu yola aydın, yəni belə Z tərəfinə oxşar belə bir qrafikimiz əmələ gəlmiş olacaqdır. Belə əziz uşaqlar, ümid edirəm ki, izahlarım sizə aydındır. Yəni yeni açılmış kanal olduğu üçün yenə də xahiş edirəm sizdən ki, kanala abunə olun, videonu bəyənib, həmçinin paylaşıb öz qiymətli fikirlərinizi də yazmağı unutmayın. Sağ olun, Allah amanında.